Bəzən düşünürəm ki, dünyada, ən çox dünyada uşaq dünyaya gətirən belə hindlilər, pakistanlılar olur. Bizdə də var. Bizdə də olub 12, 15 dünyaya uşaq gətirən analar olub. Amma çox maraqlı bir məlumata rast gəldim. Tarixdə ən çox uşaq dünyaya gətirən qadın kimi tanınan Valentina Vasilyeva ilə bağlı məlumatlar belə insanlardan maraq doğurub və bunu ictimailəşdiriblər. 1907-ci ildə anadan olub, 1707-ci ildə anadan olub, 1782-ci ildə vəfat etdiyi bildirilir. Valentina bu qeyri-adi göstəricisi ilə rekordçu kimi qəbul edilib. Baxaq görək neçə uşağı olub. O Rusiyanın Şuya şəhərindən olan kəndli Fyodor Vasilyevanın ilk həyat yoldaşı olub. Həmin dövrdə doğuşan nəzarət üsullarının olmaması və çox uşaqlığın həm dini, həm də sosial baxımdan təşviq edilməsi ailələrin sadəcə böyük olmasına səbəb olurdu. Bilirsiniz ki, xəstəxanalar yox idi, həkimlər yox idi. Bilirsiniz ki, kəndlərdə, bölgələrdə, ən uzaq əyalətlərdə olurdu da, belə mamaçalar olurdu. Uşaqlar dünyaya gəlirdi. Təbii ki, Rusiyada da bu olub. Bəli, deyilir ki, Valentina Vasilyeva ömrü boyu 27 dəfə doğuş edib. O 16 dəfə əkiz, 7 dəfə üçəm və 4 dəfə dördəm dünyaya gətirərək ümumilikdə 69 uşağın anası olub. Və bu təsdiqlənib. 69 dəfə bir qadının dünyaya uşaq gətirməsi, mən o qadını bilmirəm hansı vəziyyətlərə düşüb, ya xoşbəxt olub, bilmirəm, bəlkə də bədbəxt olub. Çətindir.